Cümlə üzvləri, xəbər. Xəbər nədir? Cümlənin qrammatik əsasını təşkil edən üzvlərdən biri də xəbərdir. Biri mübtəda, biri isə xəbər. Xəbər nədir? Xəbəri adi dillə belə izah edə bilərik. Xəbər vermək sözündəndir, məlumat vermək sözündəndir. Yəni, bir kəsə hər hansısa bir hadisə haqqında, hərəkət haqqında, əlamət və ya hökm haqqında verilən məlumat xəbərdir. Yəni, orada istifadə elədiyimiz sözlər cümlədə xəbər funksiyasında işlənir. Xəbərin tərifinə baxaq. Xəbər cümlənin baş üzvü olub, mübtəda ilə bağlı hərəkət, hökm və ya əlaməti bildirir. Deməli, mübtəda ilə bağlıdırsa, deməli mübtədadan asılıdır. Necə yəni? Yəni, əgər cümlə hər hansısa bir mən sözü ilə başlayıbsa, biz artıq o cümləni ilə bitirməliyik ki, mən sözünə uyğun olsun. Həm uzlaşma əlaqəsi göstərilsin orada. Məsələn, anam sözü ilə başlayan bir cümləni belə bitirə bilərik. Anam çiçəklərdir. Bu formada bitirə bilərik. Artıq burada anamın edəcəyi hər hansısa bir hərəkətdən söhbət gedir. Bu da olur cümlənin xəbəri. Baxaq. Xəbərin yeri, ümumiyyətlə sintaktik təhlildən də bəhs eləyəndə demişdik ki, xəbərin yeri sabitdir. Xəbər adətən cümlənin sonunda gəlir. İfadə vasitəsinə görə, yəni nə ilə ifadə olunmasına görə xəbər iki cür olur. Bir, ismi xəbər. İki, feili xəbər. İsmi xəbər adlarla, ad bildirən nitq hissələri ilə ifadə olunur. Ad bildirən nitq hissələri də bunlardır. İsim, sifət, say, əvəzlik, zərf. Adlarla ifadə olunur. Mürəkkəb, mürəkkəb adlarla, ismi birləşmələr, feili birləşmələrlə, ismi birləşmələrlə, feili birləşmələrlə, predikativ sözlərlə, predikativlərlə, qoşmalı sözlərlə ifadə olunur. Deməli, biz cümlədə əgər isimlə və yaxud isimləşmiş sifətlə, sayla, əvəzliklə, isimləşmiş zərflə ifadə olunmuş və yaxud mürəkkəb ad, ismi birləşmə, feili birləşmə ilə, predikativ sözlərlə ifadə olunmuş, qoşmalı sözlərlə ifadə olunmuş xəbər görürüksə, deməli onu necə xəbər götürürük? İsmi xəbər götürürük. Nümunələrə baxaq.
Məsələn, isimlə ifadə olunsun. Gələn dostumdur. Və yaxud başqa bir cümlədə yaza bilərik, hər hansısa bir nümunə. Bu yazdığım kitabdır. Burada isimlə ifadə olunub. Dostumdur da, dost sözü də isimdir. Kitabdır sözü də isimdir. Sifətlə, isimləşmiş sifətlə də ifadə oluna bilər, isimləşməmiş sifətlə də ifadə oluna bilər. Çiçəklər rəngarəngdir. Necədir rəngarəng? Burada sifətlə ifadə olunub. 3. Sayla ifadə olunmuş yazaq. Birincilərdir. Və yaxud başqa nümunədə yaza bilərik. Bu mənim üçün çoxdur. Bu mənə görə çoxdur. Belə də yaza bilərik. Burada çox sözü də saydı. Sonra yaza bilərik zərflə ifadə olunmuş. Yolumuz orayadır. Ora yer zərfidir. Və yaxud başqa yaza bilərik. Bura say qeyd edilək. Say, zərf. Yaza bilərik. Qonaqlar içəridədir. Bu da zərfdir. İçəri də zərfdir. Əvəzi ilə ifadə olunmuş yaza bilərik. Əşyalar mənimdir. Bəzən başım qarışır yazmağa. Bir də görürsən yazmışam, vərəq görsənmir. Əşyalar mənimdir. Mən sözü əvəzlikdir. Sonra yaza bilərik bura. İsmi birləşmə ilə, məslərlə ifadə olunmuş nümunəsini yaza bilərik. Məsələn, ən dərin göl. Baykal gölüdür. İkinci növ təyinli söz birləşməsi ya da üçüncü növə də aid yaza bilərik. 8 yaza bilərik. Buraya gələnlər sənin dostlarındır. Üçüncü növ təyinli söz birləşməsi. 9-a qeyd eləyə bilərik. 9-da yazaq, məslərlə ifadə olunmuş. Məslər də çünki cümlədə xəbər olanda ismi xəbər götürülür. İsimləşmiş fe'li sifətdə xəbər olanda cümlədə ismi xəbər götürülür. Qoşmalı sözlərdə məqsədim oxumaqdır. İsmi xəbər. Sonra yaza bilərəm, demək, fe'li sifətlə ifadə olunmuş. Məktub ilə yazılandır. Qoşmalı söz yaza bilərik. Qoşmalı sözlə, məsələn, bu kitab və yaxud bu roman mənə aiddir. Aid sözü qoşmadır.
İkisi bir yerdə xəbər olacaq və ismi xəbər götürüləcək. Və yaxud predikativlə ifadə olunmuş xəbərə nümunə yazaq. Mənə kitab lazımdır və yaxud qələm lazımdır. Lazımdır sözü predikativdir. 13-cü, məsələn, var sözündə qeyd eləyə bilərik və yaxud yox sözünü qeyd eləyə bilərik. Mənim qələmim yoxdur. Bu da ismi xəbərdir. İsmi xəbərə qoşmalı nümunəni də yaza bilərik. Qoşmalı sözlərlə. Qoşmalı sözə aid nümunə yazmışam. Qoy nümunələrin qabağında qeyd edeyim. Başqa bir nümunə də yaza bilərik. Kitab şəhidlər haqqındadır. Yəni, nümunə çoxdur. Bu da qoşmalı sözdür. Sonra qeyd eləyək, bura məsdərlə ifadə olunub. Tərkiblərlə də ifadə oluna bilər. Yəni, sırf məsdərlə də ifadə oluna bilər. Məsdər tərkibi ilə də, fe'li sifətlə də ifadə oluna bilər. Fe'li sifət tərkibi ilə də. Deməli, uşaqlar, bir də təzədən bunu təkrar eləyək, sonra fe'li xəbərə keçək. Dedik ki, ismi xəbər nədir? İsmi xəbər ad bildirən nitq hissələri ilə, yəni isim, sifət, say, əvəzli hissələr, daha sonra mürəkkəb adlar, ismi birləşmələr, fe'li birləşmələr, predikativlərlə, qoşmalı sözlərlə ifadə olunur. Cümlə daxilində fe'lin təsriflənən formalarından başqa hansı söz xəbər vəzifəsində işlənibsə, biz onu ismi xəbər götürürük. Fərqi yoxdur, isim olsun, sifət olsun, zərf olsun, ismi birləşmə olsun, birinci növ təyinli söz birləşməsi, ikinci növ, üçüncü növ və yaxud mürəkkəb ad olsun, predikativ söz olsun. Hətta fe'li sifət və məsdər belə cümlədə xəbər vəzifəsində işlənirsə, onu biz ismi xəbər götürürük. İndi keçək fe'li xəbərə. Fe'li xəbər. Fe'li xəbər fe'lin təsriflənən formaları ilə ifadə olunur. Təsriflənən formaları ilə ifadə olunur. Bir də bəzi deməyək, frazeoloji birləşmələrin çoxu ilə. Tutaq ki, cümlədə verilib xəbər şəkli. Zamana görə dəyişilmiş hər hansısa bir fe'l verilib. İndiki zamanda, keçmiş zamanda, gələcək zamanda və yaxud arzu şəklində, vacib şəklində, daha sonra lazım şəklində, hər hansısa bir şəkildə olan bir fe'l verilib. Biz onu nə götürürük? Biz onu elə həmin andaca fe'li xəbər götürürük. O ismi xəbər ola bilməz. Və yaxud frazeoloji birləşmə ilə ifadə olunmuş birləşmələrin əksəriyyəti də, ümumiyyətlə frazeoloji birləşmə ilə ifadə olunmuş xəbərlər əksərən fe'li xəbər götürülür. Bəzi nümunələr var, düzdür, onlar ismi xəbər kimi götürülür, amma əsas halda, çoxluq halda fe'li xəbər olur. Məsələn, nümunə yazaq xəbər şəklinə aid. Gələcək zaman xəbər şəkli. Fe'li xəbər. İndiki zamana da nümunə yaza bilərik. Və yaxud digər zamanlara, nəqli keçmişə, şühudi keçmişə, hamısına nümunə yaza bilərik. Hamısı da xəbər şəkli hesab olunur və fe'li xəbər hesab olunur. Uşaq yazı yazır. İndiki zaman deməli xəbər şəkli. Sonra qeyd eləyə bilərik, əmr şəklinə aid nümunə yaza bilərik.
Vacib şəklinə aid nümunə yaza bilərik. Məsələn, bu kitabları oxumalısan. Arzu şəklinə aid nümunə yaza bilərik. Məsələn, yaza bilərik. Lazım şəklinə aid nümunə yaza bilərik. Yaza bilərik burada qalasıyıq. Sonra qeyd edə bilərik frazeoloji birləşməni. Başqa bir nümunə də yaza bilərik. Get əmr şəklində, oxumalısan vacib şəklində, sülh ola arzu şəklində, qalasıyıq lazım şəkli, xoşum gəlir frazeoloji birləşmə, qulaq asasan frazeoloji birləşmə.